Ya Allah, günlərdə Bərdaroğlu'nun Güroğlar kəndindəyik. Buradan da Güroğlar kəndinin cəmaatını salamlayırıq. Az hörmətli masasılar. Bərdaroğlu'nun Güroğlar kəndində əvvəldən axıra qoşa barı ilə, payasa kəmərlə 16 sot torpağın içərisində belə bir evimiz satışa çıxdı. Evimiz 2 otaq, 1 zal, mətbəx, hamam və samizəndən ibarətdir. Sizlərə də evin içərisini təqdim edeyim. Bura evimizin kalor hissəsidir. Oğlan baxılı olur, bir dənə zəhmət olmasa götürün. Bura evimizin mətbəx hissəsidir. Kuram evində kafe ərazisilə təsis olunubdur. Pol patoloğu da buna zəhmət olması götürün. Burada evimizin qonaq otağıdır. Çox geniş bir qonaq otağı var. 2 pəncərəsi də tam təsis olunubdur. 2 qapılı pəncərələrdir, işlək vəziyyətdə. Evimiz sadəcə olaraq bir dənə aboy gözləyir. Bir də qapılar. Bütün əl işlər görülüb və tamamlanıbdır. Bu hissəsi də bir dənə yataq otağıdır. Burada altın dördə geniş bir yataq otağıdır. Burada pəncərələr 2 qapılı təsis olunubdur. Tam təmirli vəziyyətdədir. Bu hissəsi də bir dənə yataq otağıdır. Bu hissəsi də altın dördə geniş bir yataq otağıdır. Burada pəncərələri qoşa qapılarlandır. Pol patoloq tam şəkildə hazırdır, aboy gözləyir, bir də qapılar quraşdırılmalıdır. Bu hissəsi də hamam və samizəndən ibarətdir. Bu hissəsi də tam təmirli vəziyyətdədir. Hamamda bütün aksesuarlar da yer və yerində quraşdırılıbdır. Burası da hazır, tamamdır samizəni və hamamlı aksesuarlar da hazırdır. Hörmətli tamaşaçılar, evimiz 2 otaq, 1 zal, mətbəx, hamam və samizəndən ibarətdir. Az sonra da evimizin həyətyanı məhləsini də sizlərə təqdim edəcəyik. Gəlin həyətyanı məhləsini təqdim edək. Evimizin sef qapısı da yerləşdirilir. Evimizin də payasa kəmərdə tam şəkildə hazır olub tökülübdür. Burada evimizin həyətyanı məhləsidir. Aradan bir dənə zabor çəkilibdir. 16 sot torpağın içərisindədir. 6 sot bu ərazidədir, 10 sot da zaborun ən küzündədir. Burada hamam və çöl üçün samizəndir. İndi çöl hissəsindən də sizlərə 10 sot torpaqda təqdim edəcəyim. Hörmətli tamaşaçılar, burada evimizin 10 sot dediyimiz ərazidir. Evimizdə əvvəldən axıra qoşa barı iləndir. Bir dənə yol tərəfinin zaboru çəkilməlidir, bir də qonşu ilə öz alanınız kəsilməlidir. Buranın da pilörəsi tökülübdür. Buradan belə 16 sot torpağın içərisində 56.000 manada belə bir evimiz satışa çıxır. Evimiz razılaşma yolu iləndir. Əlaqə nömrəsi 051 541 88 62 070 669 0001. Evimiz həssas yoldan 2 kilometr məsafədə yerləşir. Evimizin qaz xətti ilə işıq xətti çəkilməyəkdir. Amma ərazisindən qaz xətti də, işıq xətti də, Wi-Fi xətti də belə keçir. Yəni alan adamlar qazın işığını özü rahatsızlıqla çəkdirə bilər. Evimizin satış qiyməti 56.000 manatdır. Razılaşma yolu da var. Sizlə mən idim. Baba Makrel. Sağ olun, gələn görüşlərə dək.